olsun kızım. Allah maşallah maşallah olsun sənə. Sənə. Yəni, çox xoşuma gəldi sənin danışığın. Sən xanım deyir ki, anam deyir, kaş yaxın olaydılar deyə öyrənəydim deyir də onlar. Çox sağ ol. İngilis dilini yəni düşünmürdüm də. Allah köməyin olsun sən. Yəni mən keçidi fikirləşirdim ki, ay Allah keçidi keçim. Sən o dediyin metodika ilə getdim. Yəni çox qəşəngdir. O variant çox qəşəng imiş. İşte keçsəm belə mən fikirləşirdim ki, 40-dan aşağı yığa bilmərəm də. Yəni 40-dan aşağı yıxsaydım, o mənim üzünə baxa bilməyəcəkdim. Yəni şükür Allaha ki, çox yığdım. Ha. Çörək tapacam. Görsən birinci müəlliməm sən olmusan. Sən öyrətdiklərindən də həqiqətən. Yəni indi keçirik də dərslər. Görürəm ki, yadıma düşür ki, biz bunu keçmişdik də o vaxtda. Yəni yaddaşımda qalıb, Allah köməyin olsun səndə. Valla. Yenə deyirəm, imtahandan yəni keçməyimin, o qədər bal yığmağımın birinci səbəbkarı sənsən. Çünki mən PDF-dən oturub o sualları oxuya bilmirdim. Yazdım, yazanda çox asan. Məsələn, imtahanda suallar bir çıxdıqca, bunu bilirəm, o qədər sevinirdim ki. Hamısı sənin sayəndə, əziyyətinin sayəsində. Allah səndən də razı olsun. Onun yaxşı qiymət almağı sənin elə fəxrindir. Biz razıyıq səndən. Çox sağ ol qızım. Allah səni var eləsin. Xoşu gəldi bildirsinlər. Çünki öyrədirəm, yaxşı oxuyurdu, yəni əzbərləmək. Çox sağ ol, Allah razı olsun, Allah köməyində olsun. Ayşə səndən razıdır. Çox şükür. Çox razıyıq. İnşallah yaxşı olar. Onsuz da mənə təkrar olacaq, çünki sizin yanınızda yetərincə öyrənmişəm. Artikel mövzusundaydı elə, nələrlə işlənir yadınızdasa yazdırmışdınız mənə, elə qaydalarım qalır. Amma belə də göndərdiniz, təşəkkür edirəm, çox sağ olun. Nəsə deyə bilməz müəllimə, çünki sizə nə deyə bilər ki, yəni bu yazıya nə deyə bilər, qüsursuz. Çox sağ olun müəllimə, Allah sizdən min kərə razı olsun. Haqqınızı ala bildiyin vaxtınızı mənə görə ayırdınız, həqiqətən də çox dəyərlisiniz mənim üçün. Pig. Gidin. Burada olur. Yellow. White. Bənövşə. Red. Bənövşə. Poop. Ağ. White. Orange. Orange. Kara bilek. Bilek. O da o kadar. Thank you, teacher. Allah razı olsun. Yaxşı müəllimsiniz, Allah köməyiniz olsun. Çox sağ olun. Bir də keçən həftə də o dərslərini öyrənmişdi. Nəsə utanıb, çəkinib bilmirəm. Öyrənib, amma deməmişdi. O da soruşarsa bir dəfə öz mimiklərini hələ də əzbərləyib belə danışa gəzir. İstərəndə deyir, angry deyir, əsəb olmuşam deyir. Öz dilindən də sağ olsun o müəlliməmiz də. İşçindən də yaxşı qiymət aldığına bugün çox sevinir. Hələ gündəlik yığışmır, ortaqda gəzir. Hamıya bir-bir göstərə. Reklamdadır gündəliyimiz. Bu arada ingilis dilindən 44 bal yığdım imtahandan.
Giriş balım da 48 idi, A oldum. 92 balla A oldum. Qorxurdum eynərsən ki, ingilis dilini, Allah köməyin olsun. Yəni sən dediyin kimi yazdım, hamısını o formada oxudum. Yoxsa PDF-dən oxusaydım mən yəni öyrənə bilməyəcəkdim də. Bu gün 22 dənə test işlədik. 19 dənə düzgün qalmışdı. 3 dənə səhvim çıxdı. Düzdür. Baxdım səhvlərimə elementar səhvlərdən, artikellardan idi mövzum. 3 dənə səhvim çıxdı. Birisi hansı səhvlərdi? Lake, göl var idi. Bir onda səhvim. Onlarda səhvim oldu. Ona görə də mən 8 yazdım. Oxumuşdum. Düzdür, belə çox oxumamışdım. Oxumuşdum da, bir baxmışdım. Sizin yazdıqlarınızı, sizin atdıqlarınızı dəftərimə keçirdim qaydaları. O birisini hələ yoxlamadım. İndi yazmışam da. Onlar da ki müəllim başa salır, bir də ki sən mənə atmısan. Onlarda baxıram ki, hələ ki var da, sən mənə atdıqlarından elə oxuyuram. İndi hansı qayda təzə keçsək, o məndə olmasa, onu səndən istəyəcəm. Amma ki, hələ ki sən atdıqlarından Allah köməyin olsun ki, var. Lövhədə başa salır, fisiyo da. Yəni ondan ibarətdir. O da ki, adamın yadında qalmır da. Yəni ona görə sənin atdıqlarından mən oxuyuram. Köməyin olsun, həqiqətən. Bayaqdan ona baxıram, şey deyə bilmirəm də. İndi baxacağım görüm hansı düzdür, hansı səhv yazım yazdıqlarında. Hələ ki dünən keçdiyimiz qayda indiki bitmiş zaman var ya, odur. Onun da qaydasını sən atmışdın. Mən elə bayaqlarım sənin atdıqlarından girdim oxudum. Neynir? Ayşu səndən razıdır. Çox sağ ol, Allah köməyində olsun. Tamam müəllimə, çox sağ olun. Allah sizdən razı olsun. Valla nə bilim, nə deyim sizə. Allah sizi mənə çox görməsin. Öpürəm sizi. Allah sizdən min kərə razı olsun. Bu gün müəllimim mənim sərbəst işimi hamıya nümunə olaraq göstərdi. Özüm haqqında yazmaq. Ümumiyyətlə də, yəni hər bir şey nümunə göstərdi ki, bəs belə yazın uşaqları. Heç bir kəs yazmamışdı, heç bir tələbə. Allah sizdən min kərə razı olsun müəllimə. Öpürəm sizə çoxlu. Fazla ata, maze ana, gratpa, baba, sista bacı, cat, pişik, dog it. Fazla ata, maze ana, gratpa, baba, sista bacı, cat, pişik, dog it. Allah razı olsun sizdən.